Beyin qərar verir, özü də həll eləyir. Özü də həll eləyir. Baxmıraq müşahidə eləmir, bədəninə müşahidə etmir, öz halına müşahidə etmir. Hansı Zorlayır. halda baxın, hansı halda yediyinin fərqində belə deyilsən. Sən onda hansı diyetə uyğunlaşa bilərsən? Deyilsən. Məsəl üçün çox gözəl sualdır. Elə niyə görə müraciət eləyir? Kökəlir də artıq kalori yeyir axı. Al-ver dəngəsi qurulmur. Al-ver necə ki kalorini alır, amma həyatda hərəkət yoxdur. Onu çıxardacaq enerji sərf eləmir. Ona görə də fərqindəlik qazandırmalıyıq. Bu insana qadağa işləmir, Aytən xanım, işləmir. Qadağa işləmir ki, mənə inanın diyetoloqlar özləri müraciət edir. Nə olsun, tətbiq eləyir. Özünün həyatında problemi var. Yəni o problemi o şuur altında həll eləməyəndə, yəni o olmur. Niyə görə? Bax, bayaq qeyd elədim. Ana da oğlu üçün darıxır. İnsan yəni ona görə də o hissləri tanımalıyıq, bilməliyik. Bədənini anlaya bilməlisən ki, sən bu gün hardasan, nə istəyirsən. Bəlkə sənin bədənin bu gün heç yemək yeməyəcək, istəməyəcək, su orucu eləyəcək. Yəni bədənlə belə də yəni iç-içə olmalısan. Özünü özündən gizlətmə. Özünü özündən gizlədəndə heç də yəni insan var deyə son nəfəsində başa düşür ki, həyatını yaşamayıb. Hə. Çox gözəl sözdür. Həqiqətən çox peşman olur. Başqaları üçün yaşadığını anlayır. Ona görə də mənim birinci mən anlaya bilmirəm də, yəni insan özünü niyə başqasına görə dəyişməlidir? Amma ki, biri var ki, məsəl üçün mənə müraciət eləyir ki, mən istəyirəm ki, həyat yoldaşımı dəyişim. Mümkün deyil axı. Sən həyat yoldaşını dəyişə bilməzsən. Nə vaxtın çatmayacaq, nə zamanın, heç kimi dəyişə bilməz. Sən ancaq baxış bucağını dəyişə bilərsən. Heç bir kəs həyatda, heç bir kəs onun qarşısına boş yerə çıxmır. Və yaxud da ki, heç bir insan həyata, hər gündə mən deyirəm ki, həyata gəlmək, doğulmaq bir nemətdir. Açmaya da bilərsən gözünü, yuxudan qalxmaya da bilərsən. Bəli. Hər günün sənin bir şansdır zaten. Hər günümüz şansdır. Zemfira xanım, yaxşı da tapdıq təməli. Təməli də tapdı, deyim ki, çəksin. Təməli tapandan sonra nələr olmur ki? Nə olur? Nə olur? Peşman olur yaşadığı ilk həyatına. Təsəvvür edin, bu təməli tapmaq 60 yaşında insana rast gəlib. Ondan sonra nə olur? Peşmançılıq, böyük deyirəm, artıq bu da bir beynin sənə qurduğu oyundur. Onu da eləmədə, gəl nə var indini yaşa, şükür elə yaradana. Keçib də neyini keçib. O peşmançılıq nələr insana bir var, insan pulu qazanmağı yolunu sonradan tapır. Yəni deyir, ağlım olsaydı eləmək, bunu eləyərdim, bu işi görərdim. Belə deyək də Aytən xanım, hər bir yaşın özünün həyatda istəkləri başqa olur. 40 yaşında gerçəkdən insan pulun qədrini deyək, ümumiyyətlə sağlığın qədrini bilməsini deyək, başqa bilir. Amma 20 yaşındakı insan onu elə o dərəcədə bilmir. O dərəcədə bilmir. 60 yaşındakı insan şükrə daha çox meyilli olur. 40 yaşındakı insan başqa cür olur. Ona görə yaş kateqoriyalarla işləmək bizə çox təcrübələr qazandırır. Gənc xanımdır, imkanı var, deyir ki, mən elə olmaq istəyirəm ki, çox fit bədənə sahib olmaq istəyirəm. Çəkisini soruşuram, ehtiyac yoxdur onun nə çəkisinə dəyməyə, nə heç bir deyirəm, bu sadəcə fotoşoklarda gördüyünüz, yəni oraqlamaqdan istəyir bu xanım. Yəni ehtiyac qəbul eləmirəm elə mən pasiyenti. Çünki insanlara davamlı gördükləri bir şeyləri istəyirlər. Ona görə də bizim bədənimiz bizi bilsiz həyatda necə saxlayır? Necə? Qorx, qaç. Yəni biz onu tərbiyə eləməklə bir şeylər qazana bilərik. Qidalanmanı tərbiyə eləməliyik. Qida tərbiyəsi verməliyik özümüzə. Nə etməliyik? Bizim təməlimiz, bu saçımız, bu dırnaqlarımız, qaşımız, gözümüz hamısı zülaldır. Ət növləri. Sağlıqlı yumurta, yəni bunları bizim o bədənimizin yapı daşıdır da, yəni bir növrəsidir. Ana südündə dünyada ən birinci protein ana südündədir. Ana südündən sonra ikinci qida yumurtadır. Azərbaycan xalqına nə ediblər? Yumurtanı artıq yemə. Ağırlıq olur. Xolesterin çox olacaq. Artıq gecə vaxtı yumurta yersən,
Qorxurlar yumurta yeməkdən insanlar. Nədir? Biznes daxı bu. Bəs cəmaət nə ilə pul qazansın? Döngü nə ilə dönsün? Xolesterin dərmanları necə satılsın? Doğru. Yəni amma ki onu yeyəndə təbii ki, təbii yağlardan söhbət gedir. Təbii yağlar bizim bağırsaq floramızı yaxşılaşdırır. Deyəcəklər ki, yəni buradan bəlkə də yazacaqlar yorumlara ki, hər kəsin gücü çatırmı ki, onu almağa? İnanın ki, o paketli qidalar ondan qat-qat bahalı gəlir. Baha Doğru. Gəlir.